Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Zülfü Hacıyev küçəsində, yəni Gəncə Dəmiryol vağzalından Safxoz Nizamiyə getdikdə yolun solunda yerləşən böyük uçluğa yaxın bir ərazidə 2 mərtəbəli binanın birinci mərtəbəsində qarşıda gördüyünüz 2 otaqlı mənzil kirayə verilir. Hal-hazırda siz küçədən deməli giriş hissəsini görürsünüz. Bax bu qapıdan bu qapı giriş hissəsidir. Bax necə görürsünüz bu cürdə var. Yenə təkrar edirəm. Bu qapı küçədən giriş hissəsidir. İndi isə evdə olan əşyaları siz görürsünüz. Qiyməti bax belə bir 2 otaqlı mənzilin 220 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Sol tərəfdə peçi görürsünüz. Sistemi bax yenidən əşyaları sizə göstərirəm. Bax bu zalın uzunluğu 7-nin 2,5-adır. İndi isə mətbəxinə daxil oluram. Sistemi burada bax kolonkadır, bu cürdür. Hamamını görürsünüz. Bax hamamını necə görürsünüz bu cürdə var. Dediyim kimi böyük uçluğa yaxın bir ərazidir. İndi isə mətbəxinə keçirəm. Bildiyiniz kimi həmin uçluğun qarşısından 4, 8 və deməli 4, 8 və 10 nömrəli maşınlar işlər. İndi isə mətbəxini görürsünüz. Bax mətbəxində olan əşyalar bunlardır. Deməli mətbəx mebeli, qazı peç, paltaryan maşın, xaladilnik. Yenidən mən sizə mətbəxini göstərdim. Bax belə bir 2 otaqlı mənzilin qiyməti, 2 otaqlı mənzilin qiyməti 220 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. İndi isə siz deməli internetini görürsünüz. Bax otaqların birində olan əşyalar bunlardır. Necə görürsünüz bu cürdə videosu çəkilir. İndi isə qarşıda bax bu əşyalardır. Bura isə bax belə bir koridordur. Dediyim kimi 2 otaqlı mənzildir. 2 mərtəbəli binanın birinci mərtəbəsidir. Qiyməti 220 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Bura isə ikinci otaqdır. Bax ikinci otaqda olan əşyaları mən sizə göstərdim. Dediyim kimi bax həmin Zülfü Hacıyev küçəsindən, yəni mərkəzi yoldan bu mənzilə qədər olan məsafə 200-220 metrdir. Qiyməti 220 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.